Nəhayət, İran hakimiyyətinin qorxulu yuxusu gerçəkləşdi. Sentyabrın 26-sında BMT Təhlükəsizlik Şurası İrana qarşı snapback və ya tətik mexanizminin işə salınmasına, yəni 2015-ci il nüvə razılaşması ilə icrası dayandırılmış beynəlxalq sanksiyaların bərpasına yaşıl işıq yandırdı. Həmin gün Rusiya və Çinin bu mexanizmin işə düşməsinin 6 aylığa təxirə salınmasına dair təqdim etdiyi qətnamə layihəsi 4 əleyhinə, 9 əleyhinə və 2 bitərəf səs alaraq qəbul olunmadı və İranı xilas etmək üçün son cəhd uğursuzluğa düçar oldu. Qeyd edək ki, tətik mexanizminin işə salınması üzrə proses Avropa üçlüyü, Böyük Britaniya, Almaniya və Fransa tərəfindən avqustun 28-də başladılmış və İrana 30 gün vaxt verilmişdi. Lakin bu müddətdə Avropa, eləcə də Amerika Birləşmiş Ştatları rəsmiləri ilə dəfələrlə aparılan danışıqlarda İran tərəfi nüvə razılaşması ilə müəyyən olunan öhdəliklərinin icrası ilə bağlı konkret və aydın addımlar təklif etmədi. Hətta sentyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Qahirədə əldə olunmuş razılaşma da İranı bu təhlükəli sonluqdan xilas edə bilmədi. Beləliklə, 10 il əvvəl birgə hərtərəfli fəaliyyət planı kimi tanınan nüvə sazişinin, yaxud İranda deyildiyi kimi Bərcamın imzalanması ilə ləğv edilən BMT sanksiyaları 28 sentyabr 2025-ci ildə Tehran vaxtı ilə səhər saat 3:30-dan etibarən geri qayıtdı. Xatırladaq ki, razılaşmanın məqsədi bəzi sanksiyaların ləğvi müqabilində İslam Respublikasının nüvə fəaliyyətlərinin məhdudlaşdırmaq idi. İran mediası bununla əlaqədar İranla altılıq ölkələri arasında 2015-ci ilin iyul ayında imzalanmış nüvə sazişinin ölümü barədə başlıqlar dərc edib. Bu metaforadan istifadə etsək deməliyik ki, saziş hələ 2018-ci ilin may ayında Donald Trump'ın birinci prezidentliyi dövründə Amerika Birləşmiş Ştatlarının həmin sazişdən bir tərəfli qaydada çıxması ilə ciddi xəsarət almışdı. İndi Donald Trump'ın İrana qarşı maksimal təzyiq siyasəti fonunda BMT sanksiyalarının bərpa edilməsi ilə sözün həqiqi mənasında İranın qara günlərinin başladığını söyləyə bilərik. Bunun belə olduğuna əmin olmaq üçün bərpa olunan sanksiyaların siyahısına və əhatə dairəsinə nəzər salmaq kifayətdir. BMT baş katibi sözçüsünün müavini Fərhan Həq Təhlükəsizlik Şurasındakı səsvermədən sonra yaydığı bəyanatda bildirib ki, Şuranın 2015-ci il razılaşması ilə bağlı qəbul etdiyi 2231 saylı qətnamənin 11-ci və 12-ci bəndlərinə uyğun olaraq İrana qarşı 2006-2010-cu illərdə qəbul olunmuş 6 qətnamə ilə nəzərdə tutulan sanksiyalar 2015-ci ilin iyulundan əvvəlki qaydada yenidən icra edilməyə başlayacaq. BMT rəsmisi əlavə edib ki, bu sanksiyalar ümumən 78 quruma və 43 şəxsə şamil olunur. Dünən isə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda İrana qarşı bərpa olunan sanksiyaların detalları açıqlanıb. Bu sanksiyalar 1. Fiziki şəxslər üçün səyahət qadağalarını, fiziki və hüquqi şəxslər üçün aktivlərin dondurulmasını və buna uyğun olaraq onlara vəsait və ya iqtisadi resursların verilməsinə qadağanı, 2. Ticarət, maliyyə və nəqliyyat sektorlarını əhatə edən iqtisadi və maliyyə sanksiyalarını əhatə edir. Ticarət sahəsindəki sanksiyalara, İrana silah ixracına qadağa və İranın uranı zənginləşdirmə və təkrar emal fəaliyyətlərinə, eləcə də ballistik raket proqramlarına töhfə verə biləcək hər hansı əşya, material, məhsul və texnologiyanın ötürülməsinə qadağadan əlavə aşağıdakılar da daxildir. Xam neftin, təbii qazın, neft kimya və neft məhsullarının və əlaqədar xidmətlərin idxalı və daşınması, enerji sektorunda istifadə olunan əsas avadanlıqların satışı və ya təchizatı, qızılın, digər qiymətli metalların və almazların satışı və ya tədarükü, bəlli dəniz texnikası, müəyyən edilmiş proqram təminatına qadağa. Maliyyə sektoruna gəlincə, Avropa İttifaqı İran Mərkəzi Bankının və iri kommersiya banklarının aktivlərinin dondurulmasını bərpa edir. Nəqliyyat sahəsində sanksiyalar isə İran yük təyyarələrinin Avropa İttifaqının hava limanlarına girişinin qarşısını almaq və İranın yük təyyarələrinə və ya qadağan olunmuş materialları və ya malları daşıyan gəmilərə texniki qulluq və xidmət göstərməsini qadağan etmək üzrə tədbirləri ehtiva edir. Bu sanksiyaların onsuz da ağır durumda olan İran iqtisadiyyatı üçün nə demək olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Tanınmış İran iqtisadçısı Mürtəza Əfqəh ölkə iqtisadiyyatının sanksiyalara tab gətirmək qüdrətinin tükənmək həddində olduğunu bildirərək deyib. Artıq bir çox fürsətlər əldən verilib və bu dəfə sanksiyalar
sanksiyalar fərqli bir şəraitdə tətbiq olunur. Görünən odur ki, beynəlxalq ictimaiyyət bu məsələdə Amerika Birləşmiş Ştatlarının ətrafında əvvəlkindən daha sıx birləşəcək. Bu isə İranın vəziyyətini olduqca çətinləşdirəcək. Ola bilsin, əvvəllər olduğu kimi Çin riskə gedib İranla əməkdaşlığını davam etdirsin, amma bunun baş verməsi ehtimalı o qədər də yüksək deyil. Başqa bir İranlı ekspert Fərhad Ələvi də bildirib ki, hazırki şəraitdə beynəlxalq sanksiyaların bərpası İran iqtisadiyyatının çöküşü ilə nəticələnə bilər. Məşhur Le Monde qəzeti isə sanksiyaların bərpasına başlanmadan da İran iqtisadiyyatının aydın tənəzzül əlamətləri göstərdiyini və ölkənin dərin böhran içərisində olduğunu yazıb. Qəzet əlavə edib ki, İranın iqtisadi çöküşü sanksiyalardan daha çox struktur korrupsiyanın, səriştəsizlik və yanlış idarəçiliyin, ictimai etimadın azalmasının və beynəlxalq izolyasiyanın birgə təsirindən qaynaqlanır. Yeri gəlmişkən, tətii mexanizminin işə salınması ərəfəsində İranda bir Amerika Birləşmiş Ştatları dollarının rekord həddə bahalaşaraq 113.600 tümənə çatması ölkəni əsla yaxşı günlərin gözləmədiyinin ən əyani göstəricisidir. Amma görünən odur ki, rejim təmsilçiləri ya gözlənilən fəlakətin miqyasını dərk etmir, ya da bunu əhalidən gizlətməyə çalışırlar. Məsələn, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının katibi Behnam Səidi sanksiyaların bərpasını düşmənin İran cəmiyyətinə qarşı psixoloji əməliyyatı adlandıraraq deyib. Əhali bilməlidir ki, tətii mexanizminin işə salınmasının təsirləri heç də düşmənin təbliğ etdiyi qədər deyil. Başqa bir deputat Əlaəddin Borucerdi isə sanksiyaların bərpasının təşəbbüskarı olan Avropa üçlüyünün İrandakı səfirlərini ölkədən qovmağa çağırıb və Avropa ilə bütün əlaqələri və alış-verişi dondurmağı təklif edib. Bəzi din xadimləri də məsələyə münasibət bildirib. Belə ki, Şiraz şəhərinin imam cüməsi Ayətullah Lütfullah Deşkam deyib: İran xalqı tətii mexanizmindən qorxmur. Çünki Allaha imanı var. Bu təhdidlərin məqsədi əhalini qorxutmaq və narahat etməkdir. Amma İran əhalisi Allaha güvənərək bu təhdidlərin qarşısında möhkəm dayanmalıdır. İran Nəzarət Şurasının üzvü Ayətullah Əhməd Xatəmi isə daha alovlu ritorikadan istifadə edərək deyib: tətii mexanizminə İran xalqının cavabı döyüşərik, ölərik, amma güzəştə getmərik şəklindədir. O əlavə edib ki, qəhrəman möminlərin lüğətində təslim olmaq sözü yoxdur. Əlbəttə, bütün bu tipli çıxışlar bilavasitə İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin mövqeyindən qaynaqlanır. Xatırladaq ki, İran prezidenti və komandasının New Yorkda olduğu və sanksiyaların qarşısının alınması üçün intensiv görüşlər keçirdiyi bir məqamda Xameneyi yeni dərs ilinin başlanması münasibəti ilə etdiyi çıxışda uranın 60% zənginləşdirilməsinin ölkəyə lazım olduğunu və bu prosesin dayandırılmayacağını bəyan etdi. Eyni zamanda Qərblə hər cür danışıqları faydasız, hətta zərərli adlandırdı. Bu bəyanatlar tətii mexanizminin qarşısının alınacağına son ümidləri də dəfn etdi və İranı növbəti dəfə Əli Xameneyinin mənasız ambisiyalarının girovuna çevirdi.